1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının konstitusiyasında Naxçıvanın muxtariyyət statusu öz əksini tapıb. Konstitusiyamızın, əsas qanunumuzun 8-ci fəsli bütövlükdə Naxçıvan Muxtar Respublikasına həsr olunub. Orada Naxçıvanın statusu, Naxçıvanın ali vəzifəli şəxsi və digər bu məsələlər öz əksini tapıb. Naxçıvan Muxtar Respublikasının statusu ilə bağlı müxtəlif vaxtlarda fikirlər səsləndirilir, müəyyən məsələlər gündəmə gətirilir. Bəzən belə fikirlər də səsləndirilir ki, unitar dövlətin tərkibində muxtar respublika ola bilməz. Açığı, bu fikri mən də dəfələrlə səsləndirmişəm və demişəm ki, unitar dövlətin tərkibində muxtar respublikanın olması praktikada yoxdur və ona görə də bu məsələyə yenidən baxılmalıdır. Amma araşdırmalar göstərir ki, unitar dövlətlərin tərkibində də muxtar statusda ərazilər ola bilir. Əlbəttə, Azərbaycan konstitusiyasında və eyni zamanda Naxçıvan konstitusiyasında yazıldığı kimi muxtar dövlətdir sözü ilə mən bu gün də razılaşmıram. Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkibində muxtar dövlətdir yazılmamalıdır konstitusiyada. Hesab edirəm ki, növbəti referendumlarda bu məsələyə yəqin ki, baxılacaq. Amma unitar dövlətlərin tərkibində muxtar ərazi dünyada praktikada varmı? Siz araşdırmışsınız, bunu istəyirəm. Bu məsələyə bir aydınlıq gətirəsiniz ki, unitar dövlətin tərkibində muxtar ərazi, muxtar qurum ola bilərmi? Bura bir mənalı şəkildə deyək ki, beynəlxalq təcrübədə dünya ölkələri içərisində unitar dövlətlərin tərkibində muxtar ərazi nəinki ola bilər, hətta kifayət qədər geniş yayılmış bir praktika. Və bunun kifayət qədər də uzun tarixi var. Mən qeyd edeyim ki, əslində muxtariyyatların tarixi müəyyən müasir mənada siyasi, hüquqi, ərazi idarə etmə belə deyək, qurumu olaraq muxtariyyatlar hələ Böyük Britaniya müstəmləkələrinin münasibətdə formalaşır. 1861 nəzərə alaq ki, Böyük Britaniya unitar dövlət. Yəni onun tərkibində Şotlandiya, Uels, İngiltərə və xeyli işğal olunmuş ərazilər olduğuna görə bəzən zahirən belə təsəvvür yaranır ki, Böyük Britaniya və Şimali İrlandiya Krallığı federativ dövlət, amma əslində Böyük Britaniya unitar dövlət. 1867-ci ildə o Kanadaya dominion statusu verərkən artıq həmin dominion ilk muxtariyyət idi. Bundan başqa 1908-ci ildə Cənubi Afrika Respublikasına dominion statusu verildi. Bunun ardınca Avstraliya İttifaqına dominion statusu verildi və 1931-ci il Westminster statutunda göstərildi ki, bütün bu dominionlar Böyük Britaniya Krallığının tərkibində muxtar icmalardır. Yəni, faktiki olaraq muxtariyyatın kifayət qədər uzun tarixi var. Bundan başqa qaldı ki, digər unitar dövlətlərə, mən deyərdim, bütün qitələrdə, yer kürəsinin, planetin bütün qitələrində, bütün materiklərində o yerləşən unitar dövlətlərin tərkibində muxtariyyatlar vardır. BMT-nin hazırda 193 üzvü olan demək dövlətlər vardır ki, bu dövlətlərin 85%, yəni 166 unitar dövlətlər. Bunlardan 20-sinin tərkibində 50-yə yaxın bütövlükdə, 20 unitar dövlətin tərkibində 50-yə yaxın siyasi muxtariyyatlar var. Deməli, dünyada bu nümunələri var da. Dünyada nümunələri var artıq. Bəli. Bax qədər. Bax, son dövrlərdə ABŞ prezidenti Donald Trump'ın qətiyyətlə ABŞ tərkibinə qatmaq istədiyi Qrenlandiya Danimarkanın tərkibində muxtariyyətdir. Farer adaları Danimarkanın tərkibində başqa bir muxtariyyətdir. Eyni zamanda Finlandiyada 1921-ci ildən başlayaraq Aland adaları uğrunda gedən mübarizə 1970-ci illərin əvvəllərində Aland adalarına, İsveçlərin yaşadığı Aland adalarına Finlandiyanın tərkibində muxtariyyət statusu verməsinə gətirir. Və bundan başqa Portuqaliyada Madeira arxipelagı, Azor adaları arxipelagı, İspaniyada 17 vilayətin hamısı, hansı ki bunlardan 7-si milli etnik muxtariyyatlardır. Yəni İspanlardan fərqli xalqlar yaşayır, dilləri, milli etnik kökləri də fərqlidir. İtaliyanın 20 əyalətindən 5-i milli etnik və siyasi muxtariyyatdır. Və eyni zamanda qonşu Gürcüstanda
bildiyimiz kimi Azərbaycan muxtariyyatı vardır. Serbiyanın Bəli. tərkibində muxtariyyat vardır. Filippində muxtariyyat vardır, Müsəlman Mindanausu muxtariyyatı. İndoneziyada Aceh muxtar əyaləti vardır. Panamada 5 muxtariyyat vardır. Nikaraguada 2 muxtariyyat vardır. Yəni həm Amerika qitəsində, həm Avropa qitəsində, həm Asiya qitəsində, Afrikada Tanzaniya Respublikasının tərkibində Zanzibar muxtar bölgəsi vardır. Yəni bütün bunlar onu sübut edir ki, kifayət qədər unitar dövlətlərdə muxtariyyatlar vardır. Hətta Çin Xalq Respublikasına bizim də ölkəmizin son illərdə son dərəcə yüksək səviyyədə münasibətləri olan, strateji müttəfiq səviyyəsinə qədər yüksələn münasibətlərə malik olduğumuz Çin Xalq Respublikasını dünyanın ərazi və əhali sayına görə ən böyük unitar dövlətidir. Çin Xalq Respublikasında 5 iri milli regional muxtariyyat vardır ki, bunlardan biri də bizə yaxşı tanış olan Uyğurların yaşadığı Sincan Uyğur Muxtar Vilayəti. Tibet Muxtar Vilayəti var. Şimali Monqolistan, daxili Monqolistan Muxtar regionu var. Ümumiyyətlə Çini unitar dövlət olaraq muxtariyyətlər nəhəngi adlandırırlar. Çünki Çində Turan müəllim, bələdiyyə, vilayət və region səviyyəsində 1500-dən artıq muxtariyyat var. Ona görə də unitar dövlətdə muxtar ərazi ola bilməz anlayışı tamamilə səhv təvəkkül. Amma Elvan müəllim, onlar həmin muxtariyyatlar axı etnik tərkibinə görə muxtariyyatlardır. Bizim Naxçıvandan tamamilə fərqli. Bəli, haqlısınız Turan müəllim. Biz biraz əvvəl də qeyd etdik, ilk suala cavabda da qeyd etdik ki, Naxçıvanın unikallığı buradadır ki, hər bir Naxçıvanlı, hər bir Qazaxlı, Qarabağlı, Qərbi Azərbaycanlı, Lənkəranlı, Gəncəli, Qubalı qədər Azərbaycanlıdır. Başqa sözlə desək, Naxçıvan dünyada unikal muxtariyyətdir ki, onun əhalisi ölkənin əsas əhalisinin eynisidir. Nə milli etnik, nə tarixi coğrafi, nə din, nə dil, nə mədəniyyət, heç bir baxımdan ölkənin əsas əhalisinə fərqlənmir. Burada yalnız müəyyən qədər Gürcüstan, Acarıstan muxtariyyəti ilə müəyyən qədər bənzərliklər var. Çünki Acarlar da biz bildiyimiz kimi etnik baxımdan Gürcülərdir. Amma Acarlara muxtariyyat verilməsində əsas səbəb Acarların müsəlman Gürcülər olması olur vaxtilə. Yəni 1921-ci ildə Moskva və Qars müqavilələri ilə Naxçıvanla yanaşı Acaristana da muxtariyyat verməsi nəzərdə tutulub. Və o zaman Acaristan əhalisinin 70%-ə yaxını müsəlman Acarlardır. Düzdür, bu indi hazırki dövrümüzdə 2 dəfəyə qədər azalıb. Amma hətta Acaristan muxtariyyatının yaranmasında milli etnik amil olmasa da konfessiyal, yəni dini amil əsas olur. Naxçıvanda isə bu dini amil də yoxdur, konfessiyal amil də yoxdur. Ona görə də Naxçıvan unikallığı ilə fərqlənir. Naxçıvana muxtariyyat verilməsini bir qədər əvvəl qeyd etdik. Yeganə şərti Naxçıvanların öz müqəddəratını təyin etmək qətiyyən deyil. Sadəcə Naxçıvanın Zəngəzurun işğalına, Qərbi Zəngəzurun işğalına görə Naxçıvanın Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlaması üçün beynəlxalq təminat yaratmaq olur. Yəni, təbii ki, bugünkü dövrdə bu təminat bəlkə də o qədər güclü arqument kimi səslənmir. Amma biz nəzərə alıq ki, söhbət 18-20-ci illərdə ermənilərin Azərbaycanın qarşı kütləvi soyqırım siyasətindən sonra yaranmış vəziyyətdən gedir. Söhbət Azərbaycanın o vaxtki rəhbərliyinin Dağlıq Qarabağı, Zəngəzuru və Naxçıvanı Ermənistanın tərkib hissəsi kimi tanımaq niyyətindən gedir. Bax, elə bir ərəfədə Naxçıvana muxtariyyat statusu verilməsi Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün bəlkə də yeganə yol idi. Bəlkə də yeganə yol idi. Buna görə də Naxçıvan sadəcə biz sizin unitar dövlətlərdə muxtariyyatlar vardır sualına cavab verərkən qeyd etdik və unitar dövlətlərdə muxtariyyatlar var. Və bu muxtariyyatlar sizə deyim ki, getdikcə kifayət qədər də inkişaf etdirilir. Çünki həmin ərazilərdə sizin də qeyd etdiyiniz kimi milli etnik muxtariyyatlardır. Həmin ərazilərdə, muxtar ərazidə kompakt yaşayan xalqlara müxtəlif dövlətlər öz dillərini, mədəniyyətlərini, identifikliklərini, yəni tarixi özünə məxsuslarını qoruyub saxlamaq üçün şərait yaradır. Naxçıvan bu şəraitə ehtiyacı yoxdur. Çünki Naxçıvan zaten Azərbaycan xalqının, Azərbaycan türklərinin Naxçıvan ərazi tərkib hissəsidir. Sadəcə Naxçıvanın ərazi baxımından Azərbaycandan məxsusluğunu qorunub saxlamaq üçün muxtariyyat statusuna vaxt ilə ehtiyac olub və hazırda da bu status yalnız və yalnız o amillərdir.